sizdən sual ola bilər. Mən bu sualı soruşum. Çünki siz də Xahiş biraz edirəm. işləmişdiniz. Bəlkə zamanı çox o qədər olmayıb bizlə qalarsınız. Hər zaman istəsəz Sayın Babaç bəy elə bilərsiniz proqramı. Deyərsiniz zaten vaxtım tutuldu gedərsiniz. Mən bilirəm sizdən mən rica etdim vaxtınızı önəmli vaxtınızı bizə ayırdınız. Mən çox sevinərək gəldim. Mən təşəkkürümü bildirirəm. Həm Ali bəydən həm sizdən. Çünki acil olaraq bu gerçəkdən mənə görə lazım idi bugünkü danışıq. Doğru. İndi bu mesajın həm önəmin və həm bu mesajı necə dəyərləndirir, necə görürsünüz? Acaba bunlar mesajı aldılar, buradan bir yana bu millətə, bu torpağa taş dişlərini dəyişəcəklər, ya yox elə aynı keçmiş taş dişlə qabağa gedəcəklər? Bir Aşıq Veysel'in bir şeiri var, deyir. Uzun, incə bir yolduyuq. Mən deyirəm ki, uzun amma çox da incə bir olmayan bir yolduyuq. Əziz Araz bəy. Ali bəy təcrübəli siyasətçidir. Mən qüsura baxmayın da mən danışıram. Baxın, biz millət devlət oyanışımız gec qalıbdır. Təəssüflə də. 19-cu əsrlərdə savaş verənlər, hətta Kürdlər iki gün söhbət edirik. Təəssüflə də rəqib də olsa da bizdən qabaq bunlar milli məsələyə başlayıblar. Biz bu məsələlərdə çox dedim, diqqətlə yanaşmalıyıq. Bu bir dənə başlanğıcdır. Ümumiyədə. Mənim nəzərimə bu iki olar siyasət və taktiklərini dəyişəcəklər filan. Təbii ki, təsir olacaqdır bir boyutda. Amma bu çox faktorlardan asılıdır. Yəni bu iki bu dəqiqə gələlə qoyala qırağa. Çoxlu məsələlər vardır. Burada rol oynayır. Mənim nəzərimə Kürdlər məcbur olacaqlar bu siyasi qüvvələr. Kürdlər deyəndə mən burada diqqət aldım. Millət olaraq Kürdü demirəm. Siyasi qüvvələri və o hərbi qüvvələri, bunları qəsd edirəm. Millətlə söhbətim yoxdur mənim. Heç bir şülüm də yoxdur. Bunlar ən uc nöqtələri o Daişin zuhur zamanı idi. Suriye olaylarında o zamanki da IŞİD gəldi və barizanı tam nüqtə sənciliylə o şeydə iqlimi Kurdistanda gəldi. Tez Kərkükü işğal elədilər və gəldilər orada istiqlal referendumu keçirdi. O zaman dəqiqən Kürdlərin, Kürd faktorunun bölgədə ən yüksəliş doğru mən adlandırıram. Ki o qədər konfidens istəyirdilər ki, istəyirlər istiqlal proqramına yəni qabağa və doğrudan da biraz o Amerikanın orada dirəniş göstərməsi, Türkiyə və İranın birgə şey göstərməsi buna şey oldu. Təbii ki, biz istərdik ki, onlar öz bölgələrini, istiqlallarını da alsınlar. Ona heç mən özüm də müxalif deyirəm. Amma Kərkük və işğalçılıq məsələləri və Şimali Suriyədə 7% olaraq, millət olaraq 35% işğal eləmələri Azərbaycan millətinin və siyasi qüvvələrin buna qarşı çıxmasına nədən oldu. Və eləyənmədilər. Eləyənmədilər. İndi o gündən bu gün müqayisədə bunlar bayağı enerji itiriblər. Xüsusən Əsədin çöküşü bunlar bohran içindədirlər ki, yüksəlirlər. Yəni, devlət mərkəzi gücün boşluğunda Əsəd də bunlara meydan vermişdi və onlar orada şey deyirlər, Amerika da oturmuşdu orada, neft quyularda gəlmişlər, eynən o Museldəki kimi qoymuşdular ki, bunlar gedəcəkdi istiqlala doğru. İndi bu planlar çökdü, zəifləyiblər. Bundan bir yana hər şey bu rəqiblərimizin durumu idi. Amma bizdən asılıdır. Biz indi bir dənə faktoru deyim, harada şey olsa mənim kəsər söhbətimi, mən işə gedəcəkdim, onu kənsel elədim. Bunun üçün çox mühüm məsələ idi bu. Ona görə qaldım evdə elə bu məsələdən ötürü. Bu çox sağ olun, özüm də mühüm idi. Bağış, bəs vaxtımız var da idamə verək danışığı. Vardı bir yarım tanıtsadan ola bilər. Baxın, bir məsələ budur. Ali bəy, arada sual gəlsə, Babaş bəyin sözlərinə təpkiz olsa... Yox, qoy danışsın, gözəl elə ittifaqən mənim sözlərimi, ürəyimin sözünü deyil. Sizdən qabaq ittifaqən mən Suriyə məsələsini mən mətrəh elədim. Dedim ki, bunlar niyə bohrandadılar bu günləri? İki mövzu vardır. Biri budur ki, o anlaşmayı ki,
hökumət-i mərkəzi Suriyə ilə ki, yeni hökumətdə onunla anlaşdılar. O anlaşma bunların belin qırdı. İkinci məsələ zad idi. Abdullah Öcalanın apardığı o verdici mövzu idi ki, bunlar indi burada elamı huzur eləyir. Yəni o hadisələrdən Kürt məsələsi planı qatlandı, qoydu kənara ki, bir dənə dövlət təşkil verəcəklər. Bu dövləti qoydular sandığa. Sandığa ağzına da bir kilit vurdular. Yəni Amerikada bundan əlin çəkdi. Ondan sonra bölgədə Kürtlər zəifləşmək, bu çox gözəl işarə elədir ki, bunların o cezadı həmin o Daesh zamanı idi. Tam doğrudur. Və elə ittifaqən sizdən qabaq mən o Daesh-i demədim, amma bu iki faktoru mən ərz elədim ki, burada ki, bunların daha o zadı. İndi hakimiyyət Cümhuri İslami bir dənə gözəl nöqtə dediniz, əvvəldə elə Bismillahirrahmanirrahim. Orada bu idi ki, Kürtlərlə türkləri bir-birinin qabağına qoymaq. Orada İranda bir dənə milli dava salmaq. Bax, eynən mənim gənə də bu məsələyə dedim ki, İran hakimiyyətinin siyasəti budur ki, İranda bir dənə qovmi dava salsın. Məxsusən Kürtlər. Yəni, bir baxın, İranda ən təyin kunəndə millət kimdir? Azərbaycanlılar. Azərbaycan o Qustərdəki coğrafiya ki vardı, o hər yana səpələnibdir. İranın hər yanına geçsin Azərbaycanlılar, hətta ən az şəhər olsa 20% orada. Mən Kirmanı bilmirdim. Dedilər ki, Kirmanın 40% türklərdən ibarətdir. Çox maraqlıdır. Heç mən bunu sayın bilmirdim. Yəni, bilirsiniz, ona görə Azərbaycanlıların başın bir şeylə qatmalıdırlar. Mən bundan nigeranam gənə də İran hakimiyyəti Türk davası salar və bizim hərəkəti haşiyyə çəkər. Və dünənlərdə mən bundan nigeran idim, bu ki, nöqtəni deyim, söz verəcəm sizə. Mən çoxdan. Buyurun. Zadı mən bundan nigeran idim ki, hakimiyyət Cümhuriyyə İslami bu məsələni müsadirə eləyə və burada. Amma çox gözəl bir, orada biləndiqo bir dənə şuar verir. Millət bir dənə şuar verir. Millət deyir, Azərbaycanı müdafiə eləyir. Orada zaten nədir? Biləndiqodan bir ayrı bir şuar verir. Yəni, Azərbaycan mənliyin qoydu ortaya. Azərbaycan öz hüviyyətini qoydu ortaya. Burada dedi, bax, mənəm, burada hegemon qudrət bölgədə, yəni İran coğrafiyasında mənəm. Bax, bu və çox hoşməndanə, çox zirəli ilə o şuarları qabağa apardı. Yəni, hakimiyyət ki, istəyirdi bunu müsadirə eləyə və mənimsəyə. Mən bundan çox nigeran idim, Babək bəy. Həqiqətən axşamda qatışmağa deyirdim ki, millət buna qatışmasın gərək. Yəni, bizim öz dostluğa danışırdıq, mən motaydım. Amma mən gördüm ki, yox, mən səhv eləmişəm. Millət o güclücə, o qudrətlicə iştirak eləməciyi tamamı mühasibata hakimiyyəti vurdu deyəm. Buyurun, söz verirəm sizə. Mən bunu da xatırladım, üzrlü Babək bəy. Birazdan bizə Sayın Mahmud Bilgin tərəfləri... Bu məsələlərə bir əksürləməlin desin də. Mahmud Bilgin tərəfləri da birazdan bizlə olacaqlar. Dünya Azərbaycan Demokrat Partiyasının sözcüsü. Buyurun. Baxın, təhlili məsələlərdir və biz təhlili məsələlərdə duyğuya icazə verənlər gözəldir. Mən çox bu söhbətlərinizə qatılıram. Onu elə buyurduğunuz kimi əvvəldə də işarə elədim. Bir məsələni fəqət istəyirəm ərz edəyəm ki, bilirsiniz, bizim millət dedim ki, səbirli millətdə əvvəldə, onu istəyirəm deyəm ki, bu konuda təəssüflə mən nə qədər də hər cür baxıram, nə istəyirəm neytral baxam. Kürdlər mütəəssifانه opportunisti davranışlarda siyasi partiləri o vaqiyyətdir da, bunu dana bilmərik ki, yəni. Bunlar baxın, həm Cümhur İslami ilə işləyirlər. Yəni, mən bir qüdrət dünyada tanımıram ki, bunlar işləməyirlər. Yəni, heç kəsə o yox demirlər.
Siz buyur bax, Əsəd gəlir ondan işləyirlər. Yeri gəlsə DAEŞ ilə işləyirlər. Ya o makiavalizm tağı var. Şahçılarla. Ondan sonra belə hər kim gəlsə ona belə yoxdur. Elə onu istəyirəm deyəm. İndi burada keçən Xülasə yox dedi, yoxdur da, yox dedi, yoxdur. Hə da bu zirəhlik eləyirlər. İttifaqa zirəhlik eləyirlər. Hə da Mənim nəzərimə oyuncaqdır, oyuncaqlıq eləyirlər. Oyuncaq mən biraz onu belə nəinki deyəm ki, o öz fikirlərindən, öz düşüncələrindən, öz missiyalarından çıxmırlar şu kənara. Amma onlar məcburdular. Niyə? Bizim kimi məhdud deyil, biz məhdud deyirik. Biz İranın hər tərəfində, biz hakimiyyətə, baxın, Qasımlının bir dənə qəşəng sözü var idi. Babək bəy, buna çox diqqət edirəm. Xahiş edirəm, qurban olum sənə. Sən hər hal Babək bəy çox gözəl məsələlərə işarə elədi. Həqiqətən heyran oldum o sözlərə. Yəni Babək bəy o ailədən ki çıxıbdı, o insanın əlində böyüyübdü. İndi şükürlər olsun ilahi sənə ki, belə bizə qəhrəmanlar bizə təhvil veribdi. Allah onun ruhunu şad eləsin. Babək bəyin sözünü çox kəsdir. Tez desən Babək bəy danışıqdan davam edək. Buyurun. Bunlar çox mühüm bir əhəmiyyətli bir mövzudur ki, bunlar bizim kimi qustərdə deyirlər. Yəni İranın hər tərəfi, biz alternativ, Qasımlının qoyun sözünü deyim, ondan sonra bir söz verəcəm sizə. Çox danışsam üzr istəyirəm. Qasımlı deyirdi ki, biz Cumhuri İslamiyə alternativ ola bilmərik. Onlara əziyyət eləyə bilərik, amma alternativ ola bilmərik. Yəni onlar biz amma Cumhuri İslaminin niyə həssasiyyəti var bizə, niyə alerjisi var? Biz Cumhuri İslamiyə alternativik. İranda əgər bir dənə fəqət Azərbaycan bu hakimiyyətin arxasında dura, bu hakimiyyətin arxasında, biz görürsünüz bizdən radikal hərəkət eləyənmirlər. Bizim qarşımızda radikal hərəkət eləyənmirlər. Niyə? İstəmirlər bizim həssasiyyətimizi artıralar. Cumhuri İslami istəmir bizdən çox belə xusumətə keçə, bizdən vuruşa. Biz görsən bizi tumarlaya zad edir. Hətta zindan içi verirlər bizə, bizim adamlarımıza. Biz bəzi adam deyir ki, niyə Azərbaycanı zad eləmir? Edam yoxdur. Ona görə edam yoxdur ki, bilir Azərbaycanın həssasiyyətini nədir qaldırsa, Azərbaycan eləyə bilər bu hakimiyyəti Çulxaliyə vura yerə. Buna görə vermir, eləmir. Buyurun. Yox, o Qasımlı sözü Kürdlərin haqqında qatılıram Kürdlərin o açısından. Bu birisi məsələlərdə biraz fərqli fikirlər də ola bilər, amma bir dənə məsələdə ortağıq ki, Türk faktoru İranda Türk azınlıq dəyər. Türk faktoru İranda və yox deyirlər, sizin onu deyirəm ki, orada hər nədə də fərqli olsam, bu cəhətdə çünki Türk faktoru 1000 il İranda hökumət qurub. 100 il qabaqacan qacarlar hakimiyyətdə olub. Ancaq bir daha məsələlər biraz fərqli boyutları tapır. Mən indi istəmirəm bu bəhsin o mehvəriyyəti əldən çıxa. Baxın, bir dənə Şiə məzhəbi vardı bir daha da ortada. O Kürdlərin sünni olmağı da burada rol oynayır məsələdə, xüsusən inqilabın əvvəlində. Amma bu İranda şiəçilik məsələsi rəng itirdikdən sonra, zaman sürəcində, məzhəb faktoru zəiflədikdən sonra bu milli məsələ daha abartıcı şəkildə çıxır ki və ittifaqən Türklə Farsı birləşdirən çox məsələ, buna Ayə Nikfər də filsuf işarə edibdir ki, İranda bu şiə məsələsi fəqət məzhəbi rol oynamır. Milli açıdan da İranda o İranı tərif olmuş o milliyyət məsələsində Türklə Farsı iki çoxunluq kimi İranda bir-birinə çox bağlayan məsələ. İndi bunun zəiflənməsi, ən böyük zərbəsi və qoçəlik yaradır Türklə Fars arasındadır ki, güclənir günü-gündən. Və buna da məntəqəyi gəlişmələr də buna köməklik edir. Məsələn, Türkiyənin gəlişməsi, bu tərəfdə Quzey Azərbaycanın istiqlali, Qarabağın azadlığı. Bunlar hamısı məsələlərdirlər ki, Türk etnikini gətirir və Cumhur İslami mənim nəzərimə
bu məsələdə gücü çatsaydı, bəli, düz buyursunuz, eləyərdi bu məsələni. Amma Azərbaycan məsələsində keçmişdə o deyəm, biraz Şiə məsələsi bahis olmuşdu, bunu dəngələsin. İndi amma qabağa gəldikcə görürük ki, yavaş-yavaş şiddətlənir. Məsələn, bu 1385-dən bəri Azərbaycanda tutmalar, boğmalar, şübhəli ölümlər, həsbi fiziklər çoxalıbdır. Məsələn, indi bu dəqiqədə siz diqqət buyursunuz, nə qədər Azərbaycan milli fəalını məsələn həbs eləyiblər də. Bu Ay Əzimi Qədimi indi neçə gündür məsələn şeydədir, aclıq aksiyasındadır. Yaxud məsələn 8-9 illik həbslər verdilər Gəncəbahın üzvlərinə. Cumhur İslamı çalışır ki, mənim nəzərimə bu vəziyyətdə, xüsusən 1388-dən bəri o cümbüşü səbz işi çıxdı ortaya, gözəl hesabladı və gördü ki, opozisyonun o Fars nasionalizminə söykəndiyini qəşəng nəzərə alaraq çalışdı ki, İranda ondan istifadə eləyərək bu çatı daha da genişləndirsin. Bu necə deyirlər, Fars-Türk arasında şey eləmə. Məsələn, məhdud kontrollaşdırma şəkildə məsələn traktorun gəlməsi ilə bir də məsələn çalışdı ki, Azərbaycanın qüvvəsini, siyasi qüvvəsini yığsın stadionlara. Orada biraz məhar eləsin. Burada da indi oradan gələcəm buraha, bugünkü aksiyaya gələcəm. Burada Azərbaycan Milli Hərəkəti Kürdlərlə mövqeyiyyəti fərqlidir. Bizim katlarımız fərqlidir. Kürdlərin bir də məsələn gücləri kilaşlar. Aynı zamanda Qərbin kullən işinə yarayır. Onlar Qərbin politikasına Orta Doğuda yarayırlar, İsrailə də yarayırlar. Çünki onlar eyni zamanda Türk faktorunu zəifləməsini istəyirlər, ona Kürd lazımdır. İstəyirlər. Çünki o Kürt faktoruyla Türkü zəiflətsinə, Türkiyə də vardı, İraq da vardı. Onlar kara gəlir. Amma Türk faktoru biz Qərbin işinə yaramır. Niyə yaramır? Bu dəqiqə Qərbin Türkiyə ilə güclənməsi ilə problemi var. Şimali Azərbaycanın güclənməsi ilə Avropanın özünün problemi vardı. İndi bunların əlində qalıbdır. Hələ bu gələcək daha da Güney Azərbaycan məsələsini bu özünə artırır. Başarı istəyir artırsın. Ona görə bizim İçəridə kartımız budur ki, sayımız çoxdur, etnik olaraq, nüfus olaraq sayımız çoxdur. Bəzi dövlətin bürokrasisində hətta şiə olması, məzhəb olması baxımından nüfuzumuz çoxdur biraz. Ona da gələcəyəm indi birazdan. Bu kartlar bizdə vardı. Və ona görə bizim oyun qurmağımız da Kürdlərlə, Kürd qüvvələri ilə fərqli olmalıdır. Biz öz dairələrimiz. Bizim bölgədə də iki dənə Türkiyə ilə Azərbaycanı deyirik. Azərbaycan ta Qarabağ işğalına qədər əli daş altındaydı. Heç biri buracan hətta bu günlərimdəki işğaldan azad olub Qarabağ, hənə Azərbaycan nə Türkiyə məlmus şəkildə məsələn Ərəbistan necə dəstəkləyir İran opozisyonunu, məsələn İran Internationalına məsələn. Bunların heç biri bir dənə Azərbaycanda məsələn gəlib də Azərbaycan International açmayıblar. Ki deyəsən ki mediamız olsun, açıq dəstək versin, nə filan. Bunların ki hamısı mənəvi dəstək olub. Məsələn Türkiyənin diziləri olubdu, bilmirəm universitetlərində təhsil almaq olubdu. İndi Azərbaycanda biraz mənəvi dəstəkdir. Kürdlər kimi biz heç bir xarici, o Kürdlər qədər xarici dəstək almamışıq. İstər universitetlərdə, istər o maliyyə açısından, istər silah açısından. Ölkə bizə dəstək verməyib. Bəli. Biganə başqa bir dövlət, Avropa, Amerika, dünyada heç vaxt biz bir dənə bir dövlətin. Dəqiqən. Ona görə bizim durumumuz biraz həssasdır. Bu günə kimi, istəyirəm o deyəm ki, bu günlərim əgər o Kürt siyasi qüvvələri gəlirlər, eşikdə deyirlər, təhrim eləmişik, Hizb-i Demokrat gücüyə təhrim ediblər. İçəridə amma əşirələrinə, hamısına deyirlər, gedin səs verin. Gəlirlər, səs verirlər, yeri gələndə ki, elə otururlar, müzakirə eləyirlər. Səltənətçisi ilə də, Cumhur İslamisi ilə də. Otururlar, danışırlar. Yaxşı. İndi əcəba biz niyə, məsələn, diplomasi əgər budursa, biz niyə etməyək? Nə olubdur, məsələn, elə bu diktatori ilə mübarizə? Mən gələcəm, nəyin bahasına? Neçə dəfə biz, çox xoş gördünüz Mahmud bəy.